Hər vaxtınız xeyir olsun Yeni TV-nin hörmətli izləyiciləri. Son illər Azərbaycan enerji siyasəti sahəsində həm bərpa olunan, həm də ənənəvi enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır və ötən gün elə Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılışı da Azərbaycanın enerji tarixində xüsusi yer tutur. Bütün bunlar Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini necə möhkəmləndirir? Mövzu ilə bağlı bu və digər suallarımızı studiyamızın qonağı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov cavablandıracaq. Bəhruz müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Bəli, Bəhruz müəllim, ötən gün Azərbaycanın enerji tarixində növbəti bir əhəmiyyətli hadisəyə şahidlik etdik. Mingəçevirdə 8 noyabr elektrik stansiyasının açılışı oldu. Öncə başlayaq elektrik stansiyasının adından və dövlət başçısı da qeyd etdi ki, bu ad təsadüfi seçilmədi. Yəni mənə bir neçə variant təklif olundu və mən dərhal 8 noyabrı seçdim. Aydın məsələdir ki, bu bizim zəfərimizi tərənnüm edir. Digər tərəfdən biz bilirik ki, 2-ci Qarabağ müharibəsi zamanı düşmənin hədəf aldığı şəhərlərdən biri də Mingəçevir idi. Yəni bu təkcə elektrik və su elektrik stansiyasının olmasıyla deyil. Burada təbii ki, başqa bir səbəblər də var idi. Elə düşmən niyə 2-ci Qarabağ müharibəsi zamanı Mingəçeviri hədəf almışdı və 8 noyabr elektrik stansiyasının adının belə adlandırılması hansı özündə tarixi və mənəvi əhəmiyyəti daşıyır? Təşəkkür edirəm. Həqiqətən də 8 noyabr elektrik stansiyasının açılması özlüyündə böyük tarixi hadisədir. Əvvəlcə ondan başlayaq ki, siz xüsusi bir məqama qeyd etdiniz və hesab edirəm ki, bu məqamla başlamaq daha doğrudur elektrostansiyanın adı ilə bağlı. Ondan başlayaq ki, Azərbaycan bugün bölgədə çox ciddi və mütləq bir qələbəyə nail olub. Bu zəfər elə bir zəfərdir ki, məsələn, bir neçə gün əvvəl 12 günlük bölgəmizdə müharibə başa çatdı və bu müharibədə belə dövlətlərin güclü nüvə imkanlarına malik olmasına baxmayaraq biz mütləq qələbənin şahidi olmadıq. Amma Azərbaycan 5 il əvvəl bu bölgədə demək olar ki, son 100 ildə 2-ci Dünya müharibəsinin özünü çıxmaq şərti ilə mütləq qələbə qazanan ayrıca bir subyekt yoxdur. Azərbaycan mütləq qələbəsini qazanmış bir dövlətdir. Amma bu qələbəni qazanmaq qədər həmin qələbənin nəticələrinin qorunması çox vacibdir. Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi addımlar atılır. Keçmiş məcburi köçkünlərin vətənlərinə qaytarılması, ləyaqətli qayıdış, eyni zamanda həmin bölgələrin deməli, iqtisadiyyatın ümumi dövriyyəsinə reinteqrasiyası və s. Bunlar hamısı ciddi addımlardır. Amma qələbənin nəticələrini qorumaq üçün təbii ki, bu addımlarla bərabər güclü olmaq lazımdır. Burada iqtisadi güc daha çox önə çıxır və Azərbaycanın iqtisadi gücünün təməlində dayanan istiqamətlərdən biri də heç şübhəsiz ki, enerji siyasətidir. Azərbaycan məhz enerji siyasəti ilə bugün dünyada, xüsusən Avropanın enerji təhlükəsizliyində köklü, təməlli yerlərdən biri tutur. Amma digər bir məqamda, cənab prezidentin uzaqgörən siyasətinin digər aspekti də ondan ibarətdir ki, Azərbaycan qazıntı yanacağı hesabına bugün Avropanın enerji təhlükəsizliyində rol aldığı kimi tədricən ənənələrin ötürülməsini, transformasiyaların həyata keçirilməsini də uğurla reallaşdırmaqdadır. Yəni, bugün Qaradənizin altı ilə çəkiləcək müvafiq kabel xətti ilə Azərbaycan tədricən qazıntı yanacağı, yəni gələcək nəsillərdə bu uzun bir müddət sonra baş verəcək qazıntı yanacağına ya tələbat azaldıqda və yaxud qazıntı yanacağından nə vaxtsa imtina edildikdə və yaxud da buna paralel olaraq Azərbaycan eyni zamanda alternativ enerjidən istifadə etməklə yenə də Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini alacaq. Bilirsiniz, bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar və zamanında atılan addımlar, hansı ki, bu addımlara hazırlıq gedən zaman biz qarşılıqlı tənqidlər də eşidirdik, müxtəlif istiqamətlərdən dırnaqarası beyin mərkəzlərinin bu məsələlərlə bağlı xoş olmayan proqnozlarını da eşidirdik, amma nəticə etibarilə Azərbaycan ortaya iradə qoydu, qətiyyət qoydu. O ki, qaldı 8 noyabr elektrik stansiyasının açılışına. Burada bir məqama xüsusi diqqət etmək lazımdır ki, Mingəçevir bütövlükdə məhz ölkənin enerji iqtisadiyyatının bazisində dayanan bölgələrdən biridir. Ulu Öndər hələ ötən əsrdə hakimiyyətə gəldikdən qısa müddət sonra, ilk dəfə hakimiyyətə gəldikdən qısa müddət sonra buranı bölgənin əsas enerji təchizatçılarından birinə çevirib və sonraki dövrdə Azərbaycan elə möhtərəm prezidentin də ifadə etdiyi kimi müstəqilliyimizin ilk illərində, ən çətin dönəmlərində məhz Mingəçevir elektrik stansiyasının hesabına fasilələrlə qısa müddətli də olsa elektrik
ehtiyaclarını ödəyə bilir və sonrakı dövrdə bilirsiniz ki, Azərbaycan istilik stansiyası 1800 meqavat güc imkanlarında, bu dəfə isə 8 noyabr artıq daha güclü. Azərbaycan istilik elektrik stansiyasından çox daha güclüdür. Və yenə qayıdaq ad məsələsində, əlbəttə ki, əgər bugün biz qələbənin nəticələrini qorumaq istəyiriksə, təbii ki, güclü olmalıyıq və bu elektrik stansiyasının açılması bizim iqtisadi güc və imkanlarımızı, enerji potensialımızı kifayət qədər artırır və gücümüzə güc qatır və güclü ölkənin təbii ki, qələbənin nəticələrini qorumaq üstündə imkanları var. Və digər dediyiniz başqa bir məqam, mənəvi bir məqam isə, bəli, bilirsiniz ki, Vətən müharibəsi dövründə necə ki, Gəncə, Tərtər, Bərdə dinc sakinlər atəşə tutulurdu. Ermənilər vəhşicəsinə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq eyni zamanda Mingəçeviri də vurmaq istəyirdilər. Burada da iki məqsədlər var idi. Birincisi, Mingəçevirdə dinc sakinləri hədəfə almaq. İkincisi, ikinci hədəfin özü belə özlüyündə iki məqsədi idi. Orada su elektrik stansiyasını dağıtmaq. Bununla həm Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmaq, həm də Mərkəzi Aran rayonlarının Kürd sahili ərazilərini tamamilə oradakı dinc əhalini suda boğmaq. Bax, bu məqsədlərlə atəş açırdılar, amma Azərbaycanın mütləq qələbəsi, möhtərəm cənab prezidentin Müzəffər Ali Baş Komandanlığı ilə qazanan qələbə nəinki bu planları alt-üst etdi, əksinə, üstəlik ermənilərin özünün o niyyətləri, belə deyək, öz başlarında çatladı. Yəni, ötən gün 8 noyabr elektrik stansiyasının açılışını biz də həm qələbəmizin bir növbəti, bir rəmzi simvol olaraq xarakterizə edə bilərik. Bir mənalı şəkildə Azərbaycanın bundan sonra da davamlı qələbələrinə biz şahidlik edəcəyik. Sadəcə Azərbaycan hərbi qələbəsini artıq qazandığı üçün Azərbaycanın bölgədə münaqişə arzulamaması və növbəti münaqişə ehtimallarının yerindəcə boğması bugün Azərbaycanın özünün güc və imkanları ilə bölgədə sülhün qarantarı olması qələbələrimizin artıq sonraki qələbələrimizin xarakterini dəyişir. Bundan sonra biz iqtisadi qələbələrin, diplomatik qələbələrin davamlılığını arzu edirik. Əlbəttə, ehtiyac duyursa, bundan sonra da hərbi qələbələrimiz də olacaq və daha artıq olacaq. Amma biz hər hansı formada bölgədə qadanın olmasını arzulamırıq və bundan sonra daha çox qeyd etdiyimiz kimi iqtisadi güc və imkanlarımızın, iqtisadi, diplomatik, siyasi qələbələrimizin davamlılığında maraqlıyıq. Və Bəhruz müəllim, ötən gün dövlət başçısı çıxışında qeyd etdi ki, energetika bugün hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə çevrilib. Amma biz Azərbaycanın enerji siyasətinə nəzər yetirdikdə isə görürük ki, enerji sahəsində atılan addımlar təkcə ölkənin təhlükəsizliyini təmin etmir. Bu, həm regional, həm də qlobal aləmdə, xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyinə Azərbaycan böyük bir töhfələr verir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasəti necə qiymətləndirmək olar və digər ölkələrin məhz bu sahədə həyata keçirdiyi siyasətdən nə ilə fərqlənir? Əslində, tam səmimiyyətlə deyə bilərik ki, möhtərəm prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasət yalnız siyasət yox, o sözün əsl mənasında ustad dərsidir. Niyə? Birincisi, Azərbaycan bir vaxtlar özünün enerji təhlükəsizliyini təmin edə bilmirdi. Amma bugün Azərbaycan istər qazıntı yanacağı ilə bağlı, istərsə də elektrik enerjisi istehsalı ilə bağlı artıq dünyada təchizatçıya və ixrac subyektinə çevrilir. Və bugün biz nəinki region dövlətlərinin, Avropa İttifaqının özünün belə üzvlərinin, bir çox üzvlərinin, ona yaxın dövlətin enerji təhlükəsizliyində əsas rol oynayır. Enerji təhlükəsizliyi isə əslində elə milli təhlükəsizliyin əsas amili, əsas qarantıdır. Belə çıxır ki, Azərbaycan həm də Avropa İttifaqının ən azı 9 dövlətinin enerji təhlükəsizliyi, dolayısıyla milli təhlükəsizliyində rol alırıq. Bundan başqa, bilirsiniz, dövlətlər üçün milli təhlükəsizlik məsələsində sabitlik və dayanıqlılıq çox vacibdir. Müharibə dövründə, istər Tovuz döyüşlərində, mən çox uzaq məsafələrə, əvvəlki dövrlərə getmək istəmirəm, Tovuz döyüşlərində, istərsə də Vətən müharibəsində, istər antiterror tədbirləri zamanı Azərbaycanın beynəlxalq öhdəlikləri, yəni enerji daşıyıcıları ilə daşınmanın həyata keçirilməsi, Azərbaycanın neft, qaz ixracı, istər elektrik enerjisinin ixracı məsələlərində hər hansı bir ləngimə olmadı. Üstəlik, təbii ki, bu etibarlılıq kifayət qədər ciddi məqamdır. Dövlətlər üçün, əgər dövlətlər özlərinin milli təhlükəsizliklərini, yəni enerji təhlükəsizliklərini uzun müddətli hədəfdə Azərbaycana etibar ediblərsə, deməli Azərbaycanda mütləq mənada bu infrastrukturun sabit, təhlükəsiz şəraitdə işləməsi çox vacibdir. İkincisi, Azərbaycanın özündə çox vacib olan məqam siyasi sabitliyin, ictimai qaydanın, ictimai təhlükəsizliyin tam şəkildə təmin olunması
Cənubi Qafqaz kimi mürəkkəb bölgədə kənardan gəlib bu cəmiyyəti, bu bölgəni qarışdırmaq ehtimallarının sıfıra düşməsi bu artıq əlbəttə ki, Azərbaycanın etibarlılıq imicini daha da artırır. Bu da birmənalı şəkildə möhtərəm cənab prezidentin şəxsiyyəti ilə bağlıdır. Və ən nəhayət, elə möhtərəm cənab prezidentin şəxsiyyəti ilə bağlı məqama toxunuruqsa, dövlət başımızın dünyanın hesablaşılan liderlərindən biri olması və bölgənin əsas güc, aparıcı güc fiquru kimi çıxış etməsi, bu da dövlətlər üçün əlavə əminlik, əlavə etibarlılıq qarantoruna çevrilən bir amil kimi çıxış etməkdədir. Və ən nəhayət burada xüsusi diqqət edilməli başqa bir məqam, Azərbaycan özünün enerji potensialını sabit bir məqamda saxlamır. Biz eyni zamanda enerji potensialımızı davamlı şəkildə artırırıq. Yəni, hansısa dövlət Azərbaycanla əməkdaşlıq edirsə, özünün enerji təhlükəsizliyini, milli təhlükəsizliyini Azərbaycana həvalə edirsə, bu Azərbaycanın mövcud gücünə yox, daha çox mövcud potensialına istiqamətləndirir. Yəni, məsələn, təsəvvür eləyin, artıq dünənə qədər əgər Azərbaycan yalnız başqa bir rəqəmlərdə ehtiva olunan, daha az rəqəmdə ehtiva olunan elektrik enerjisi istehsal edirsə, 8 noyabrın açılışından sonra əlavə 1880 megawatt, bu artıq ciddi bir məsələdir. Və üstəlik, işğaldan azad olunmuş ərazilərimiz həmin torpaqlarda İlk su elektrik stansiyası xatırlayırsınız, düzdür, onlar daha çox kiçik ölçülü, kiçik həcmli stansiyalar idi. Amma 8 gündən sonra artıq cənab prezident həmin bölgədə artıq stansiyaları, kiçik stansiyaları işə salmağa başladı. Yəni, Azərbaycan potensialından maksimum istifadə edir. Bugün artıq Azərbaycanda həm də günəş, külək enerjisində işləyəcək alternativ enerji mənbələri tam şəkildə tədricən qüvvəyə, deməli, bu istiqamət həm qanunvericilik bazası qüvvəyə minib, eyni zamanda praktik addımlar atılır, bilirsiniz, Biləsuvarda, Qarabağda, eyni zamanda Abşeron ərazisində, Ələt istiqamətində kifayət qədər bu istiqamətdə ciddi planlar və hədəflər mövcuddur. Və bütün bu görülən işlər Azərbaycanın beynəlxalq enerji bazarında mövqeyini necə möhkəmləndirir? Qeyd etdiyimiz kimi, beynəlxalq enerji bazarı yalnız və yalnız enerji yataqlarına malik olmaq, enerji potensialına malik olmaq kimi amillərə güvənə bilməz. Bu ilk növbədə dövlətin özünün etibarlılıq əmsalından asılı olacaq məqamlardır. Yəni, Azərbaycan bugün dünyada etibarlı tərəfdaşdır. Azərbaycan lideri bugün sözlü imzası olan çox az sayılı, bəlkə də ilk və tək lider kimi tanınır və biz əgər öhdəliklər götürülmüşüksə, hansı çətinliklərin olmasından asılı olmayaraq öz öhdəliklərimizi yerinə getirəcəyik. O cümlədən də biz kim üçünsə milli təhlükəsizlikdə qarantor kimi çıxış ediriksə, cənab prezident həmin qarantorluğu axıra qədər həyata keçirəcək. Üstəlik, qeyd etdiyimiz kimi, yeni elektrik stansiyalarının açılışı, kifayət qədər ciddi potensialın mövcud olması, alternativ və bərpa olunan enerji mənbələrinə artıq müraciətlərin olunması və bu istiqamətdə artıq real addımların atılması təbii ki, Azərbaycanın rolunu, çəkisini daha da artırır və Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin, enerji təhlükəsizliyini bizə etibar etmək istəyən dövlətlərin sayı getdikcə də artmaqdadır. Azərbaycanın rolunu və çəkisini artıran amillərdən biri də təkcə enerji sahəsində deyil, həm də Azərbaycanın nəqliyyat sahəsində təşəbbüskarı olduğu və onun iştirakı ilə həyata keçirilən layihələrdir. Bu barədə hansı fikirləri söyləmək olar? Həqiqətən də bugün əgər dünyada münaqişələrin coğrafiyasına, xəritə üzrə diqqət etsək, münaqişələr bir qayda olaraq infrastruktur imkanları olacaq coğrafiyalara yönəlir və həmin coğrafiyalar üzərində nəzarət uğrunda ciddi şəkildə mübarizə gedir. Bu və ya digər formada başqa ad ola bilər, kimsə nələrdəsə ittiham oluna bilər, amma son nəticədə, necə deyərlər, dava həmin infrastrukturlar üzərində nəzarət imkanlarına sahib olmaqdır. Azərbaycan tarixən, Cənubi Qafqaz bilirsiniz ki, tarixən məhz bu infrastruktur imkanlarına, potensialına malik bir bölgə kimi daim böyük dövlətlərin diqqətində olub. Və bu da bizim üçün həmişə ciddi problemə çevrilib. Yəni, Cənubi Qafqazda çox saylı maraqların toqquşması bizim üçün ciddi təhdid yaradıb, bu bölgəyə qan-qada gətirib, bu bölgədə ciddi problemlər yaradıb. Azərbaycan tarixində ilk dəfə olaraq ulu öndərin əsasını qoyduğu siyasi kurslar məhz möhtərəm cənab prezident Cənubi Qafqazın coğrafiyasını artıq bizim üçün təhdiddən, bizim üçün dividendə çevirib və biz bu bölgənin infrastruktur imkanlarından, bu potensialdan özümüzün müstəqilliyimizi, imkanlarımızı, iqtisadi gücümüzü artırmaq üçün istifadə edə bilmişik və bugün də onun nəticələrini görürük. İstər Xəzər dənizinin nəqliyyat infrastruktur imkanlarının genişləndirilməsi, bilirsiniz ki, Ələt portu da daxil olmaqla
orada kifayət qədər geniş yük götürmə qabiliyyətinə, daşıma qabiliyyətinə malik olan xabın salınması, istər şimal-cənub istiqamətində, istər Bakı-Tiflis-Qars istiqamətində və bugün artıq Zəngəzur dəhlizi istiqamətində çoxsaylı alternativlərin mövcud olması, nəqliyyat infrastrukturlarının mövcud olması, bunların hamısı təbii ki, Azərbaycana baxışa çox ciddi şəkildə təsir edir və bir daha deyirəm, bir vaxtlar Azərbaycana çoxsaylı maneələr var idi, Azərbaycanın güc və imkanlarının artmasına mane olmaq istəyən qüvvələr bu layihələrin heç birinin həyata keçirilməsinə imkan vermirdi. Azərbaycan, konkret desək, cənab İlham Əliyev bu prosesləri, bu reallıqları öz gücü hesabına, çoxsaylı maneələr qarşısında qətiyyətlə dayanaraq öz gücü hesabına reallaşdıra bildi və bugün də biz onun faydasını görürük. Yəni Cənubi Qaz Dəhlizi ilə bağlı spektrik yanaşanlar var idi və bugün həmin spektrik yanaşan, ona qarşı çıxan ölkələrdir ki, bugün Cənubi Qaz Dəhlizindən faydalanırlar. Zəngəzur dəhlizi ilə də bağlı biz eyni fikri deyə bilərikmi? Siz az öncə qeyd etdiniz ki, bugün yollar, dəhlizlər üzərində nəzarətlə bağlı bir mübarizə var. Bugün Zəngəzur dəhlizinin açılmasına əsas maneə budur, yoxsa başqa bir hansısa səbəblər də var? Əlbəttə, bugün hələ ki, Zəngəzur dəhlizi qarşısında əsas maneə kimi Ermənistan görünür, amma bu yalnız pərdənin üst tərəfidir. Məsələ ondan ibarətdir ki, necə ki, Azərbaycan, Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan və s. və ilaxırı bu kimi layihələr icra olunarkən ciddi şəkildə maneələrlə qarşılaşırdı. Amma Azərbaycanda müstəqil iradənin mövcud olması, tam şəkildə siyasi müstəqil olmağımız, iqtisadi cəhətdən müstəqilliyi, möhtərəm prezidentin öz güc və qətiyyəti hesabına əldə etməyimiz, bu bizə imkan yaradır ki, o layihələri reallaşdıraq. Bugün əslində Zəngəzur dəhlizinin də qarşısında dayanan qüvvələr o 2000-ci illərin əvvəllərində bizim qarşımızda dayanan qüvvələr idi ki, o layihələri həyata keçirməyə. Amma ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycan hələ torpaqları işğal altında olarkən, ərazisində separatizm ocağının mövcudluğu şəraitində əgər həmin layihələri həyata keçirə bildirsə, bugün tarixinin ən güclü dövrünə qədəm qoyduğu və getdikcə gücləndiyi bir çağda heç kim Azərbaycanın Zəngəzur dəhlizi planını hər hansı formada bir kənara atmağa məcbur edə bilməyəcək. Azərbaycan iradəsinə, Azərbaycanın hakim siyasi iradənin üzərinə iradə yoxdur. Biz bu bölgədə əsas güc, əsas iradə sahibiyik və Zəngəzur dəhlizi də bir mənalı şəkildə açılacaq. Bugünə qədər ləngiməsinin səbəbi isə hələ ki, o həmin bölgələrdə bilirsiniz, tikinti, quruculuq, bərpa prosesi davam edir. Hələ Azərbaycan tərəfindən də iş davam edir. Düzdür, Ermənistan hər hansı hətta texniki əsaslandırma proqramını belə ortaya qoymuyor. Amma istənilən halda biz öz tərəfimizdən öz üzərimizə düşən addımları atırıq. O bölgələrə bütövlükdə həyat qayıdır, o cümlədən infrastruktur layihələri qurulur və o yol tezliklə başa çatdıqdan sonra daha aktiv addımların atıldığına şahidlik edəcəyik. Və Bəhruz müəllim, Zəngəzur dəhlizinə alternativ olaraq Ermənistanın bilirik ki, təqdim etdiyi sülhün kəsişməsi bir layihəsi var və bu yaxınlarda erməni mətbuatında da belə bir məlumat yayıldı ki, erməni baş naziri Nikol Paşinyan Türkiyədə səfərdə olarkən erməni icmasının nümayəndələri ilə görüşdə qeyd edib ki, mən Türkiyə prezidenti ilə görüşümdə bu layihəni ona təqdim edəcəm. Yəni Zəngəzur dəhlizinə alternativ və Azərbaycanın eyni zamanda Türkiyə prezidentinin böyük bir təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsinə alternativ olaraq təqdim olunan sülh kəsişməsini cənab Ərdoğana təqdim etdiyini söyləyir. Bütün bunlar bölgədəki proseslərə necə təsirini göstərə bilər? Əslində Ermənistanın özünün iradəsi ilə hərəkət edən bir siyasi qüvvə olsa, Ermənistan iqtidarı da, Ermənistan dövləti də müstəqil olsa, bu barədə müzakirələr aparmağa dəyər. Amma nəticə etibarilə Ermənistanın bu yolu necə adlandırmasından asılı olmayaraq Zəngəzur dəhlizidir və dünya mediası da, dünya siyasi establishmenti də bu yolu Zəngəzur dəhlizi adlandırır və bu yaxında elə Azərbaycan prezidentinin köməkçisi də bu dəhliz ifadəsi ilə bağlı kifayət qədər uğurlu bir məqam ortaya atdı. Yəni Ermənistan baş nazirinin sülh kəsişməsi adlandırması, işğalçı bir dövlətin 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan, terrorizmi dəstəkləyən, terrorizmi dövlət ideologiyasına çevirən, sülh sabitliyi qarşısında əsas hələ də maneə kimi çıxış edən, ərazisində hələ də 350 mindən artıq Azərbaycanlının ərazisinə buraxmayan Ermənistan vətəndaşları olan Qərbi Azərbaycanlıları, digər tərəfdən bugün hələ də konstitusiyasında Azərbaycana qarşı, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən bir dövlətin sülh kəsişməsindən danışması təbii ki, absurddur. İstənilən halda Ermənistanın bunu necə adlandırmasından asılı olmayaraq bir reallıq var ki, Zəngəzur dəhlizi işə düşəcək.